Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmdən gözəl bir hədis var. Həyatımızda tətbiq edəcəyimiz ən başlıca hədislərdən biridir. Deməli, Ənəs ibn Məlik deyir ki, Allah ondan razı olsun. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin ən çox etdiyi dualardan biri Allahümmə ya muqallibəl qulub, thəbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Allahım, qəlbimi dinin üzərində çevir. Yəni, dinin üzərində qəlbimi sabit elə. Dedim ki, ey Allahın Rəsulu, yəni bu duanı Allah Rəsulu deyir, çox deyər. Dedim, ey Allahın Rəsulu, gətirdiklərinə iman gətirdik, sənə iman gətirdik, gətirdiklərinə iman gətirdik. Yəni, Qur'ana, dediklərinə iman gətirmişik. Bundan sonra bizə görə qorxursan, deyir ki, ey Ənəs, deyir, bəli, qorxuram. Çünki deyir, qulların, bəndələrin qəlbləri Allahın iki barmağı arasındadır, istədiyi tərəfə çevirər. Deməli, bunu gör Allah Rəsulü kimə deyir? Sevimli sahabələrinə. O sahabələr ki, daima Peyğəmbər sallallahu aleyhi və səlləm xidmətində olub. Onun əmrinə tabi olublar. Allaha və Rəsuluna itaat ediblər. Canları ilə, malları ilə ona yardım ediblər. Buna baxmayaraq, deyir, bizə görə qorxursan, deyir, bəli, qorxuram. Yəni, qəlblər çevrilir. Ona görə deyir, bu duanı çox eləyərdi. Allahümmə ya muqallibəl qulub. Ona görə bu duanı əzbərləməyə lazımdır. Hər kəs, hər dəfə namazında, müstəcəb vaxtlarda, müəyyən vaxtlar, zamanlar, məkanlar var ki, orada sən dua edəndə dualara icabət gəlir. Bax, vallahi ən çox edəcəyimiz dualardan bax biri bu olmalıdır.